mən üzr istəyirəm sizdən. Ona görə də mən həmən deməli fəxri fərmanı istərdim ki təqdim edeyim. Bizim başqa bir musiki kollektiv var, burada iştirak edir. Xahiş edirəm musiki kollektivin rəhbəri gəlsin bura. Mən təqdim edeyim ona, o da öz ürək sözlərini desin bu haqda. Buyurun. Deməli, за огромный вклад в развитие и пропаганды удинского народного фольклора. Грамотой награждается коллектив удинского фольклорного ансамбля «Жогул». Vito odiyor deyiş katım boy. Gıyığine prazike odiyor boy. Dünyanın her sagala bunu. Derse şerten o ki diye odinu bakanı. Zo arzu yapsa ki 5 nece ayızı hemişe prazniko bitto da imkan bekan hemen prazniko çok isteyen hek kare 5 nece ayızı yaşayış bakalı de vakta kuni terbene hemişe mutluluk arzu ben 5 Ağustos'ta hari cemaata bak bitti Osman Zarı neksu hemişe 5 ayızı mutluluk eynan. Kholistan 5 praznik diris bakan bu kemirim bakan. Gele diris bakan. Zo arz boki vanal F kollektiva nəinki nice laşkoxo, xeyr əşirxo. Hətta ben Respublika səviyyədə, beynəlxalq səviyyədə iştirak Besbakanın, çıxış Besbakanın, fəxri fərman akanan və beşi Udi xalqa çalqıstanın, Diris bakan. Deməli, zo xahiş ki var, burmanlıq zo. Üzürü çürüsə, bəzi əyitməğіз udimuzun əyitqoz, beşi nice, axır baxmığı deməli, İşkolun direktör olmayanı, işkolun kollektiv olmayanı, əylıq olmayanı. İnsta baxala əyliği sayı malı baxsan. Zu arzuz bu ki, beşi işkolun kollektivin derse eşkan bir ki, derkan çalışak ki, tek kalkaldığı say gele kambay. Şöyle göre ki, kalkala, eğil, mal bakaltan, demeli milleti medeniyetel inkişaf pestestene baksa. Yan arkalayınşan baksa de kolektiva, işkolun kolektiva, yan arkalayınşan baksa validin ho, miye bakala, ki içoğu eğliği, terbiyet aldın, patişkap aldın, vaspitat aldın, geleceği, makatın piki, yağ kaltene, geleceğin yağ kalı tolku. Şiin kalkayın şu beş tağalı. Yasta esini usinasta nice işkolan sa Cehil Garabatı insta Bakinski Aviasyonu Akademina. Gele hürmetli sedene insti, Baçotnisa insti, yanal fəxriyamsa ki, del izbi, yüksek bal girbi, basını qala, Əysədin Samcı Kursal, Şahat çərkeni, Koyun çərkeni, stipendiya alanıqsa, Zu Diris bakazını, şudur, ders tadı mənim xo, Zu Diris bakazını izi babaki dəyər qarı tərbiyəbi, Zu Diris baka içüzneki şahat qalını. Şudanı yan, miya deməli, gramata nəzirbi, Zu çürüsə təqdim eşudu. Deməli, грамотой награждается студент национальной, Азербайджанской национальной академии авиации Динчари Герман Телмани за высокие достижения в учебе и целеустремленность. Yani meğel, gele целеустремленный eyle bakır. İzi ukaldu beni, kala basını, heysel kalını, kubeşi fəxri peş geleceği. Yani kər qarmığı, kər eyliği destekleyin inşallah. Şöyle göre ki, kuruksuz peş geleceği bakaladığını. Deməli, şahdin diasporunun al, deməli ki, elə şahat qalbısına görə premialini naqaradan tasda, şudual təqdim balan, deməli, babaşman məylə yardım yine şahat qalbısına görə, stipendiyanı tasda. Diris baka German, vana uğurlu azarlıksa, mutlu azarlıksa, Diris baka. Diris baka. Görüşen. Уважаемые
уважаемые представители Удинского культурного центра «Урань» и диаспоры Удинской, также уважаемые гости сегодняшнего торжества и уважаемые односельчане. Хочу от души поздравить вас с этим торжественным днем, с Днем культуры Удинов. Хочу поблагодарить организаторов этого торжества и пожелать огромных возможностей, чтобы ежегодно мы смогли отметить этот праздник. Также преподношу огромную благодарность Удинскому культурному центру «Урань», в особенности Данакаре Олегу Егишевичу и Даларионику Вагиковичу за моральную и материальную поддержку, когда я нуждался сильно в этом. Также, воспользуясь случаем, хочу я поблагодарить своих школьных учителей, которые дали мне все необходимые знания. И хочу обратиться к нашим школьникам и дать такой совет, чтобы они учились на отлично, поступали в высшие учебные заведения. И в будущем, где бы они ни были, всегда были заинтересованы в процветании своего народа. Спасибо огромное. Спасибо, Герман. Зу üzülücülse 12. Зу хайшса мина садеевана сакелме. Şöyle göre ki var, geri kala ejetmına ki meğlin kapısına göre, pateşkine göre, zu var благодаритеса. Var, hakikaten al, geri kala rollen açıp kelin kapısına göre, var geri kala rollen açını me ayzin, demeli inkişafa göre, beşi halkı inkişafa göre, zu vanyas gramada благодарный sadene без тәжірибе шоуға тәқдим служится. Дирис пока за моральную и финансовую поддержку в решении социально-бытовых и культурных проблем НИЧИ выражаем благодарность активному члену Удинской общины города Шахты товарищу Даллари Онику Вагиковичу. Пожалуйста. Дирис Бакан Аджаман. Праздник Хуристана. А когда? Мата задара. Хажон азсаки эфсаймук ауз камбай. Геле камбай. Эгасын ошинсин сатайкунда 30 там, 20 там. Неза ауз камбай, ауз бакан. Çaldalakov Lüdüki Qarabacı hepsin. Şu da hepsin kemer balan hemişe balı. Egasına bir dök şu açık tepen. Diriz bakan. Gelediğiniz baka onu. Zu muzikant karşısındaki herden bir beşi me çıkış koydu mutapsene var mahpina buku farpina buku eçkalt ne açpine buku. Deməli bizim bayaq qeyd elədik ki, tədbirimizdə bizim Udi xalqın diaspora nümayəndələri iştirak edir. Mən istərdim ki, bugünkü gündə biraz Şaxta şəhərin deməli diaspora nümayəndələri burada iştirak edirlər və təşəbbüsçülər və sponsorlar onlardır və ona görə də mən sözü birinci onlara verirəm. Burada diasporanın rəhbəri Oleg Danielov oturub, mən istərdim ki, ona söz verək və öz ürək sözlərini desin, təbrik eləsin, bayramı haqqında müəyyən söhbətlər eləsin. Sabah xeyir, beləcəni xeyir, bütün müslimləri. Дорогие односельчане, уважаемые гости, я рад вас приветствовать в открытии Дня национальной культуры Удинов. Удинская культура, уже как подчеркнули здесь, очень древняя культура, и она переплетена с культурами многих народов, населяющих наш Азербайджан. Поэтому мы рады видеть здесь представителей всех народов. Ибо культура нас делает
добрым. Культура нас учит к взаимопониманию. Поэтому мы сегодня собрались воедино открыть День национальной культуры, который может в этом году продлиться несколько дней. А в будущем, я думаю, что недели не хватит, чтобы отметить этот праздник. Потому что наша культура очень богатая, очень древняя. А культура, поэзия – это то, что людей объединяет. В культуру входит и такое массовое мероприятие, как спорт. Так, я вас всех поздравляю с этим днем. Желаю вам здоровья. Сегодня я вижу маленьких детей здесь, на этом празднике. И наша задача приобщить молодежь к этому дню. Преемственность обязательно для такого народа, малочисленного народа, как наш народ. Поэтому я особенно рад приветствовать этих людей здесь, потому что они продолжат наше начатое дело. А наша задача заключается в том, чтобы приобщить как можно больше людей к этим таким праздникам. Всем здоровья, рад вас видеть. Очень приятно, что сегодня вот в такой теплой атмосфере проходит праздник. Здоровья, здоровья, здоровья. Спасибо. Спасибо. İcazə verin yoldaşlar. Bizim deməli tədbirimizdə, bizim qəsəbəmizdə yaşayan və hal-hazırda fəaliyyət göstərən bir qrup şairlər var. Şairlərin sayı çoxdur bizdə. Rəhmətə gedənlər də var. Allah rəhmət eləsin onlara. Jora müəllimdir, Mayıs Keçəridir və digər şairlər. Balaca bir xalqın içindən o qədər şair çıxıb ki, deməli, hal-hazırda da bizim şairlər dəstəsi var, şairlər qrupu var. İndi bugünkü gündə onların bir neçəsi burada iştirak edir. Mən istərdim ki, bu tədbirdə iştirak edən Martirosi Aşot yoldaşı cənablarına söz verək. O öz ürək sözlərini desin və təbrik eləsin bizim bu mədəniyyət gününü. Hörmətli yoldaşlar, hörmətli qəsəbə sakinləri, hörmətli ziyalılar, hörmətli işgüzar adamlar. Bugün mən sizi hamınızı Mədəniyyət günü münasibətilə təbrik edirəm. Mən çox şadam ki, hər il belə bir tədbir keçirilib, neçə ildir. Yenə də burada görüşürük. Öz dərdlərimizi, öz sevincimizi bölüşdürürük. Mən arzu ederdim ki, gələcəkdə də bu iş davam etdirir. Mədəniyyət deyəndə biz neyi nəzərə alırıq? Kendimizdə bütün regionlarda olduğu kimi həqiqətən mədəniyyət işi gedir, irəli iş var. Kendin gireceğinden üzü bəriyib, adam adlayanlar doğrudan da yol etrafında çekilmiş bütün bəzəkli daş divarları görəndə mən özümü bir şəhərcikdə hiss edirəm. Asfalt basılıb, yollar təmir olunur. Kendimizdə son illərdə 2 böyük məktəb inşa olub, uşaqlarımıza, balalarımıza təhvil verilib, orada təhsil alırlar. Çoxdandır ki biz qaz məsələsindən danışmışıq. İndi bu qaz məsələsi reallaşıb. Qaz deyəndə biz nəyi nəzərdə tuturuq? Birinci mənə elə gəlir ki, Niş kəndində heç olmasa bir ildə azı 1000-1500 maşın odun doğranılır, istifadə edilir. Bunu da her maşına en azı 10-15 ağac yığılanda demek bu 15 bine yakın ağac edir. Bu ağaçları biz tələf etməkdən azad olacağı, qaz çəkilecek, bu təbiətin korunması için büyük bir inkişaf his olunacaktır. Yoldaşlar, bütün rayonları, kentlerini, qəsəbələrini nəzərə alsaq,
bütün Respublikada en azı 3-4 bin kent var. Bu kentlerden en güzeli, en sevimlisi, en bereketli torpağı olan kentlerden biri bizim de İşkendidir. Bu kent benim için merkez hesap olunuyor. 30-40 yıl evvel bu kentte kimse nar ağacı ekirdiyse ona bir lira bakırdı. Şimdi bu kentte neyinki nar ağacı, hatta portakal, naringi, belki de çay kolları yetiştirilir. Burada tebabete ait ne kadar derman bitkileri ishal olunur, bitir. Bizim torpağımıza çatan torpak belki de çok yerlerde yoktur. Ben bu kent hakkında bir neçə yazıları yazmışam. Onları kitaba salmışam. Bugünlerde yine de bir kent hakkında yazı erteye getirmişim. İcazə verin hemin yazını size için okuyum ve bununla da öz çıkışımı sona getirin. Benim kendim. Yazarım bu kentten ne kadar desem. Güzel parçasıdır adi bir. Güzel parçası. Güzel parçasıdır adi bir taşı. Burada el ağaç var ki babamız eken. 1000 ilden de çoktur belki de yaşı. Serin bulakların tarihi yoktur. Ele hey çağlayır, ele hey daşır. Uca Kafkaz'ın da sualı çoktur. Bilmek olmur ne deyir ne danışır. Bu kendin adını harda çekirler. Fındık yada düşür, koz yada düşür. Laziz yemeklerden söz düşse eğer, dakik bilin tendirde fırlama pişir. Dünyanın en büyük kendi biliniz. Dünyanın en kadim halkı udiler. En güzel mekanı bu yerleri siz. Her kimi dindirdin bele dediler. Ezgillik meşesi, tahta körpüsü, çanakçın 40 bulağı var bu kendin. Dellekli, ferimli, pütürlüsü, Darabağ, daş bulağı var bu kendin. Malbel, Meliklisi, Kocabeylisi, Yalgaçlısı, Abdalısı var bu kendin. Falçurlu, Cirmelle, Ferimlisi, Ağdellekli, tek halı var bu kendin. Bütün elin evinde, ocağında, suyu bir, çöreği birdir bu kendin. Doğma vatanimin her bucağında dostluktan sohbet getir bu kendin. Hangi yerde olsam, haramen geçsem, bu kentten ayrılmak çetindir çetin. Burada ömür sürüp torpağa dönsem, en hoşbakt bir insan olaram yakin. Aşıt məni bir dəqiqdən xahiş edirəm. Deməli, onu da qeyd etmək istəyirəm ki, Aşıt müəllimin bir neçə kitabı var ki, bir neçə kitabın müəllifidir. Biz ona gələcəkdə də uğurlar arzu edirik. Yaxşı bizim şairimizdir, hörmətli insanımızdır. Biz fəxr edirik ondan və bugünkü gündə deməli, təşkilat komitəsi qərara gəlib ki, ona bir balaca da olsa şairə hədiyyə verək. Təqdim eləmək üçün deməli Şaxta diaspora rəhbəri Alek Danilova verilir. Hemen biz verdiğimiz, size təqdim elədiyimiz o hədiyyə ilə orada deməli şairə ait olan, şairə ehtiyac olan orada ruçkadır, orada nə bilim müəyyən qələmdir, zaddır. Buyurun, uğurlar sizə. Gəlin indi biz sözü verək bizim gənc şairimizə. Grigori Meşari burada iştirak edir. O da öz ürək sözlərini demək istəyir və bu bayram üçün şeir hazırlayıb bizlərə. Buyurun. Az hörmətli qonaqı, az hörmətli odiyo. Qeyn-qeynizdə gözəl samurq qeyni 5 odoğoy prazniki. Bıxacan rızapsa ki, həmişə 5 odoğoyna murq qeym xo qanbay. Miyer prazniku ömürlük qanbay.
Reyginizde güzel samurkini ki ham prazniki. Mani ise laşkoy farızda. Taki beşo diyor laşkoy koy boşkan baki. Mani süfrine arts altın. Maya diriz doğuk altın. Ayak ayaka doğalas doğuk atın baki. Zor biz genç şairsin. Sa güzel sa şiiri sampiyor. Eğer gene ise sərf bakanıza bağışlarsan üzüldünüz hesabınıza. Ama burma Buxaron tadı istedadı. Udiler günüdür. Güzel bir bayramdır. Udiler günüdür. Udilerin bayramı keçirilir bugün. Birbiriyle mehriban yaşayırıq her gün. Güzel bir bayramdır. Udiler günüdür. Uşaqlar böyüyür tərbiyə ilə. Hürmətlə yaşayırıq ağsaqqal ilə. Bayramları keçirdirik ailələr ilə. Gözəl bir bayramdır, Udilər günüdür. Uşaqlarla keçirdirik yeni il günü. Veteranla keçirdirik 9 may günü. Dövlət bayramları sevə-sevə hər gün. Sevərək keçirdirik Udilər günü. Hər yandan yığışıb qardaşlar bugün. Nəğmələr, şeirlər bəslənir bugün. Şairəm, şeirimi sizə qurban edirəm. Çünkü güzel bayramdır, Udiler günüdür. Deniz Bakanım, gel eğrezizim, bok ömrüm bakanım. Bizim genç şairə də biz hədiyyə hazırlamışıq. Mən ona uğurlar arzu edirəm. Əminəm ki, o təzə başlayıb, hələ kitabı yoxdur, çap olunmayıb, amma topluları var. Biz hər halda bizim mədəniyyətimizi inkişaf elətdirmək üçün həmən cavan oğlanın kitabını gələcəkdə biz dəstək olacağıq ki, çap olunsun. Və ona da bir balaca hədiyyə var. Buyurun abi. Çox. İndi bir dənə xahiş edirəm ki, şən musiqi burada iştirak edən hər bir kəs çıxıb meydana rəqs edə bilər. Buyurun. Porque
Çok sağ icazə verin. Bizim burada deməli 2 dənə şairimiz var ama sözü birisine vereceğim. Neye göre? Ona göre ki programımız büyüktü. Burada bizim hürmetli şairimiz var. Rafik müəllim buradadır. Ben xahiş ederdim ki buyursun o da öz təbrik sözlerini desin ve şiir bir tane yaxşı bir bizim için maraqlı bir şiir desin. Bugün Müdürler Günü yığıncağı sizin iştirakınızla keçiririk. Rusiyadan da bu dinler gelip, bizden de millet, başka milletlerden bir yerde bu dinler gününü keçiririk. Hürmetli prezidentimiz bir neçə ay bundan evvel Alban Udin Cemiyetin sadiri Robert Mobil'i şöhret ordeniyle takdim edip onu gelin tantaneli surette sizle bir yerde tebrik edek. Robert Mobil'in şöhret ordeni almasının şerefine ben bir şiir yazmışam. Onu da sizin yanınızda okuyacağım. Alban Udin Cemiyeti'nin sadri Robert Mobil'e. Sen Udin oğlusan, sinesi dolu, seçmişsen özüne şerefli yolu. Halkını severek kalem almışsan, bütün geçmişleri yada salmışsan. Emek kahramanın güzel evladı, şirindir her dilde ananın adı. Ana saadeti, ana kudreti, oğullar unutmur o mehabbeti. Udin kilisesi bize bellidir. Esirler olsa da hayattan bir, hiç kim mehel koymuyor bu dilimize. Geçmişi kaytardım nişendimize. Dünyadan turistler akışıp gelir, sevinç sadaları göğe yükselir. Geyirler, içirler ruzi bereket, Udin milletinden görürler hürmet. Tarih vereklenende, zahmetin kadrini bilen bilende, okuyup dile gelende, şöhret ordenine tebrikler olsun, düğüne müreyin sevinçler olsun. Şimdi de sözü size güzel Nişkendi şiirimi okuyacağım. Yaşayır milletin, yaşayır adın, güzel güşesisen Azerbaycan'ın, kaynayan bulaklar dağ etekleri, güzeldir görende manzaraları. Temiz mahsulların düşüp dillere, bereket getirir biz o dinlere. Torpağı yumuşak, ballı beresi, her növde yemeği şirin meyvesi. Görenler Nişkendi unutmayırlar, yağlı kabı
yandırırlar. Milletler evlenip lezzet alırlar. Allah'ın adını yada salırlar. Qəzəldə yaşayır bizim bazarı. Bazarda satırlar bütün malları. Olmasın hatası, gelmesin yadı. Tarihte yazılı Nigin son adı. Hörmətli dinləyicim, Deniz Bakanım, Zor Kurmal, Rasina Hunhali, Udimko bütüme tebrik etsin. Hədiyyəni təbrik eləmək üçün mən deməli sözü verirəm Robert Mobiliyə, bizim dini icmanın rəhbərinə. Buyurun Robert müəllim. Hörmətli Rabiq Qadan, həqiqi mənasında bugün qeyd olunan dövlət tərəfindən möhtərəm prezidentin şöhrət ordu ilə bağlı o tək mənə verilən qiymət deyil, bu Niç kəndinin sakinlərə, udinlərə verilən qiymətdir. Mən o şöhrət ordunu sizdən biri də bölürəm. Çox sağ olun birinci. İkinci də həqiqətən Azərbaycan göstərdi dünya miqyasında. Çox ölkələr qəbul eləmir multikulturalizm modeli. Azərbaycan göstərdi və dünyada göstərdi ki, bu multikulturalizm var və bizim qəsəbə, Niç qəsəbəsi yerləşən deməli bu mühit dünya miqyasında bir gözəl bir modeldir. Çünki burada biz sərbəst Azərbaycan dilində, Rus dilində, ana dilində danışırıq. Budur model. Bu bizim böyük irsimizdir, bu il saxlamışıq. Mən sizdən o həmən bizə verilən qiymətlə, mənə verilən qiymətlə bir də bölürəm. Çox sağ olun. Həqiqi mənasında bizim səsimiz bugün Avropada, Amerikada, böyük tədbirlərdə, böyük məclisdə çıxır. Bizdə maraqlanırlar, öyrənirlər. Nətər ola bilər düzənlik bir yerdə bir etnos sözünü saxlayıb. Etnos saxlayıb həm dili, həm dini, adət ənənələri və bugün biz xaricdə yaşayan, Rusiyada yaşayan bütün diasporanın hesabına bugün bu bayramı keçirmək çox çətin də olsa, amma bu ehtiyac var. Çünki o dillər yeganə ana vətəni olan Nicdə öz dilimizi saxlayırıq və sərbəst bu dildə danışırıq. Bu bizim sərvətimizdir və bu sərvəti tək bizim sərvətimiz deyil, bu Azərbaycanın sərvətidir, bu dünya miqyasının sərvəti və biz bunu saxlayırıq. Və bugün bizim şairlər çox gözəl şeirlər dedi. Həm ana vətnindən, həm və irsimizdən, həm dilimizdən. Bu da bizim mədəniyyətdir. Bizim mədəniyyətdir. Bizim abidələr də mədəniyyətdir. Bizim mədəni irs də abidələri. Çox sağ olun. Mən sizə öz hədiyyəni təqdim edirəm. Buyurun.